Salam əziz izləyicilər. Bugünkü mövzumuz xəbər budaq cümləsidir. Xəbər budaq cümləsinin bir yaxşı xüsusiyyəti var. Əvəzlik qəlib olmadan formalaşa bilmir. Başqa cür desəm, xəbər budaq cümləsi baş cümlənin odur, o idi, o imiş, o oldu, budur, bu idi, bu imiş, bu oldu, elədir, elə idi, elə imiş, elə oldu, oradadır, orasındadır, buradadır, burasındadır, onun üçündür qoşmalarla işlənir. Bunun üçündür, ona görədir, buna görədir, və yaxud ona görə idi, buna görə idi, və yaxud ona görə oldu, buna görə oldu və s. Ondan ötürüdür, bundan ötürüdür, ondan ibarətdir, bundan ibarətdir. Söhbət burada ondan gedir ki, dırdır şəkilçisinin əvəzinə idi də işlənə bilər, imiş də işlənə bilər, oldu da işlənə bilər. Xəbər budaq cümləsinin iki tipi var. Birinci, baş cümlə birinci gəlir, budaq cümlə ikinci gəlir. Bu nə zaman baş verir? Ki bağlayıcı və intonasiya ilə bağlanır. İkincisi, yalnız intonasiyaya bağlana bilir. Baxaq, istəyim odur ki, asanlıqla sual istəyir, istəyim nədir? Sizi xoşbəxt görməkdir. İstəyim sizi xoşbəxt görməkdir. Sadə cümləyə çevriləndə məsdər tərkibli ifadə olunur. Vəsiyyətim budur. Göründüyü kimi intonasiya bağlanır, belə halda qoşa nöqtə də qoyula bilər. Vəsiyyətim budur. Vəsiyyətim nədir? Vəsiyyətim ananızı qorumaqdır. Və yaxud müəllimin tövsiyəsi bu oldu ki, testləri diqqətlə işləyək. Müəllimin tövsiyəsi bu oldu. Nə oldu? Burada bir şey nəzərdə çatdırım ki, çox zaman uşaqlar sualı nə oldu şəklində yox, nə şəklində deyirlər. Məsələn, müəllimin tövsiyəsi bu oldu, nə və səhvən mübtəda budaq cümləsi götürürlər. Yadda saxlayın ki, idi, imiş, oldu, olur, olacaq və s. bu kimi sözlər olanda bu ilə birlikdə sual verir. Müəllimin tövsiyəsi bu oldu, müəllimin tövsiyəsi nə oldu? Testləri diqqətlə işləyək. Müəllimin tövsiyəsi bu oldu. Nə oldu? Testləri diqqətlə işləmək oldu. Məsələ bundadır ki, həmin adam indi xaricdədir. Bundadır. Məsələ bundadır. Nədədir? Həmin adamın indi xaricdə olmağındadır. Yeri gəlmişkən deyim ki, mübtədə budaq cümləsindən fərqli olaraq, xəbər budaq cümləsini sadə cümləyə çevirərkən, bəzən köməkçi sözlər əlavə etmək lazım gəlir ki, məna tamamlansın. Əgər desək ki, məsələ bundadır ki, həmin adam indi xaricdədir. Məsələ həmin adamın indi xaricdədir demək olmur. Mütləq əlavə edilir. Məsələ həmin adamın indi xaricdə olmağına da əlavə edəcək. Çalışdığım ondan ötürüdür ki, sizi sağlam görür. Çalışdığım ondan ötürüdür. Nədən ötürüdür? Çalışdığım sizi sağlam görməkdən məsələ tərkibi ötürüdür. Nədən ötürüdür? Problem ondan ibarətdir ki, kran xarab olubdur. Problem ondan ibarətdir. Nədən ibarətdir? Kranın xarab olmağında. Problem kranın xarab olmağındadır. Üçüncü növ təyinli söz birləşməsi ilə ifadə olunur. Son sözü bu oldu ki, məktubu ailəsinə çatdırar. Son sözü bu oldu ki, nə oldu ki? Məktubunu ailəsinə çatdırmaq oldu. Son sözü məktubunu ailəsinə çatdırmağımız oldu. Yenə də
məsləhət təşkil pürüz oldu. Eləcə də bəzən verilmiş cümlənin nə zaman xəbər budaq cümləsinə çevrilməsinə diqqət edək. Belə halda diqqət etmək lazımdır. Xəbər adətən tərkiblərlə və bəzən üçüncü təyini söz birləşməsi ilə ifadə olunursa, onu xəbər budaq cümləsinə çevirmək olur. Cümləni təhlil edir. Məqsədim sizi əsl vətəndaş kimi böyütməkdir. Böyütmək deyil, məsləhət xəbərdir. Bilir ki, məsləhət xəbər olanda ona aid olan bütün sözlər onunla götürülür. Vətəndaş kimi böyütməkdir. Əslində buna aiddir, sizi böyütməkdir. Deməli, tövbdə sizi əsl vətəndaş kimi böyütməkdir, xəbər olacaq. Məqsədim müftədə. Onda məqsədim budur ki, sizi əsl vətəndaş kimi böyüdüm. Narahatlığınız köməyin gec göndərilməsindəndir. Göndərilməsi, köməyin göndərilməsi üçüncü nöqtəylə söz birləşməsidir, xəbərdir. Mərkəb cümlədir. Narahatçılığımız ondandır ki, və yaxud ondan ibarətdir ki, kömək gec göndəriləcək və yaxud göndərildi. Atamın son sözü bir-birimizə dayaq olmağımız idi. Atamın son sözü dayaq olmaq, bir-birimizə dayaq olmağımız məsləhət tərkibidir, deyirəm, xəbər olacaq. Atamın son sözü bu oldu, belə oldu, belədir ki, bir-birimizə daim dayaq olaq. Və beləliklə diqqət etmək lazımdır. Xəbər əgər tərkiblərlə və yaxud üçüncü növ təyin söz birləşməsilə ifadə olunursa, ki bağlayıcısını artırır və əvəzlik qəlbi artırır, həmin xəbərin ifadə olunduğu hissəni cümlə şəklində vermək lazımdır. Xəbər budaq cümləsinin ikinci tipində budaq cümlə əvvəl gəlir, baş cümlə sonra gəlir. Bu nə zaman baş verir? Bağlayıcı sözlə və yaxud bağlayıcı sözlə bərabər intonasiya ilə, yəni bağlayıcı sözlə intonasiya ilə, bunlar birlikdədir. Bəzən sasə şəkilçisi ola da bilər, olmaya da bilər. Ümumiyyətlə, bağlayıcı sözlə bağlananda sasə şəkilçisi həmişə artırıla bilər. Belə halda deyəcək ki, bağlayıcı sözlə intonasiya sasə şəkilçisi və yaxud isə hissəci ilə bağlanır. Baxaq. Kimlər ki səbirsizdir, səhvə yol verənlər də elələrdir. Kimlər ki bağlayıcı sözdür, deməli bu budaq cümlədir. Səhvə yol verənlər də elələridir. Səhvə yol verənlərin kimlər olduğu baş cümlədən aydın olur. Elələrini budaq cümlə, bu elələr sözünün məzmununu açır. Elələri də olanlar onlardır. Səhvə yol verənlər səbirsizlərdir. Necə görmüşdün, vəziyyət indi də o cürdür. Burada bir şey deyim ki, müftədə budaq cümləsində gördük ki, bağlayıcı sözlər əsasən şəxs və əşya anlayışı bildirən əvəzliklərdir. Lakin xəbər budaq cümləsində isə bağlayıcı sözlərin çoxu işlənə bilər. Fərq etməz. Məsəl üçün, burada kimlər kimi var? Necə görmüşdün, vəziyyət indi də o cürdür. Baş cümlə ikincidir, vəziyyət indi o cürdür. Əvəzlik qəlibdir, xəbər vəzifəsindədir, qeyri-müəyyənlik bildirir. Vəziyyət indi nə cürdür? Gördüyün kimidir. Haranı nəzərdə tutmuşdursa, haranı kimi əlavə verən olar, deməli bağlayıcı sözdür. Oradayım, sadə var. Oradayım, haradayım, nəzərdə tutduğumuz yerdəyim. Necə ki gözləyirdik, nəticədə elə oldu. Necə oldu? Gözlədiyimiz kimi.
Nəticə gözlədiyimiz kimi oldu. Fənər kimdədirsə, satqın odur. Sağ-sənə bağlan. Satqın kimdir? Fənər olan adam. O adam. Satqın fənər olan adamdır. Necə görmüşdürsə Nuh öyləcədir. Necədir? Nuhun gördüyü kimidir. Nədən ki ehtiyatlanırdı, bizi çətinliyə salanda o oldu. O oldu xəbər. Bizi çətinliyə salanda o oldu. Bizi çətinliyə salanda o oldu. Nə oldu? Ehtiyatlandığımız məsələ, şey və sair. Göründüyü kimi, ki bağlar içində olduğu kimi, burada da həmən bu əvəzlik qəliblər mütləq işlənməlidir. Əvəzlik qəlibin ixtisarı mümkün, xəbər budaq cümləsində mümkün deyil. Daha doğrusu, xəbər budaq cümləsi əvəzlik qəlib olmadan formalaşa bilməz. İndi gəlin, sadə cümləni mürəkkəbə çevirək. Belə halda yenə də xəbərin mürəkkəbiyə diqqət etmək lazımdır. İmtahanda nəticə göstərənlər həvəslə çalışanlar oldu. Oldu təşkil olur. Necə çalışan fiil, sifətlə həvəslə çalışanlar oldu xəbər. Kim? İmtahanda nəticə göstərənlər. İndi bura kim-kimi əlavə. Kim ki həvəslə çalışırdı, imtahanda nəticə göstərənlər onlar oldular. Onlar oldular xəbər. Kimlər ki həvəslə çalışırlar, onlar oldular. Bu baş cümlə. İmtahanda nəticə göstərənlər onlar oldular. Kimlər ki həvəslə çalışırlar. Deməli xəbərə bağlayıcı söz əlavə elədik və budaq cümlə şəklini işlətdik. Mənim əsl dostlarım çətin günlərində yanında olanlardır. Ən fiili sifətdir, deməli təkid yaradacaq. Yanında olanlardır, çətin günlərində yanında olanlardır olacaq xəbər. Xəbərindir. Kim ki çətin günlərdə yanındadır, mənim əsl dostlarım onlardır. Mənim əsl dostlarım kimlərdir? Çətin günlərdə yanında olanlardır. Vəziyyət düşündüyün kimidir. Vəziyyət mübtədə düşündüyün kimidir. Necə düşünmüşdünsə və yaxud necə ki düşünmüşdün, vəziyyət elədir. Vəziyyət necə də düşündüyün kimidir. Məktub umduğun yerdəndir. Umduğun yerdəndir xəbər, nə? Məktub. Hardan ki umurdun, məktub oradandır. Əlbəttə, xəbər sadə cümləni xəbər budaq cümləsinə çevirmək mübtədə ilə müqayisədə bir qədər çətindir. Digər tərəfdən onu da bilmək lazımdır ki, xəbər budaq cümləsini sadələşdirəndə də bəzən müəyyən sözlər əlavə etmək lazım gəlir ki, cümlə bir qədər təkmil alınsın. Bugünkü dərsimiz bu qədər. Əgər izahım bəyəndinizsə, bəyənmə işarəsini vurun, dostlarınızla paylaşın və kanalıma abunə olun. İrad və təkliflərinizi bildirin. Sağ olun.